İstanbulun mərkəzi yaşayış məntəqələrindən birində dalğalanan Azərbaycan bayrağı. Bura milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan və İstanbulda yeganə olan Azərbaycan məktəbidir. Əvvəlcə onu qeyd edim ki, Türkiyədə 3 milyondan çox azərbaycanlı yaşayır. İş, təhsil və ya yaşamaq üçün İstanbulu seçənlərin sayı çoxluq təşkil edir. Megapolisin isə öz qanunları var. Yaşaya bilmək üçün işləməlisən. İşin ağırlığından və çoxluğundan isə bəzən ən mühüm qayğılar belə yaddan çıxır. Məsələn, təhsil. Məktəb tipli dərnəyin yaradılmasında da məqsəd İstanbulda yaşayan azərbaycanlı ailələrin imkansızlıq ucbatından və ya digər səbəblərdən övladlarına verə bilmədiyi təhsili onlardan əsirgəməməkdir. Mənim müşahidəmə görə Türkiyədə, hələ İstanbulda mən Bursanı da, Ankaranı da, İğdırda da mən gördüm belə uşaqlar, araşdırıram İzmirdə də. İstanbulda 1000-dən çoxdur. Mənim müşahidəm və müşahidə etdiyim uşaqlar 1000-dən çox uşaq var. Məktəbə getmirdilər, onların bilgisini biz hazırladıq. Reportajımın qəhrəmanı isə uzun illər təhsil almadığı üçün 10 yaşında 1-ci sinif dərslikləri ilə təhsilə başlamaq məcburiyyətində qalan soydaşımızdır. Neçənci sinifdə oxuyursan? 5-ci. Neçə ildir bura gəlməyə başlamısan məktəbə? 2 ildə. Bundan 2 il olur. Bəs yaxşı, bundan əvvəl harada təhsil alırdın? Azərbaycanda. Neçənci sinifdən başladın burada məktəbə? 1-ci sinifi sadəcə 3 ay oxumuşam. Bəs Azərbaycanda neçə il təhsil almısan? Azərbaycanda neçə il təhsil almışam. Sadəcə 1-ci sinif oxumuşam. Sonra məktəb oxumamısan. Ailədə neçə nəfərsiz, neçə uşaqsınız? 5 uşaq. Və 5-iniz də qız uşağı. Bəli. Bəs yaxşı, təhsil alır o birisi uşaqlar? Təsir alınmı? Xeyr. Səndən böyüklər var? Bəli. Neçə yaşlar var? Ən böyüyümüzün 25 yaşı var. Onun bir xırdasının 20 yaşı var. Onun bir xırdasında 19 yaşı var. Onun da bir xırdasının 15 yaşı var. Mənim də 11 yaşım var. O birisi bacıların təhsil alıb? Xeyr. Leyla Sadıqova ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Bəs sən məktəb oxumayana qədər nə iş görürdün? Evdə otururdum. Evdə oxuyurdun? Otururdum. Heç bir iş görmürdün? Heç bir şey. Bəs ailədə nə iş görür? Bacılarımın hamısı işləyir. Nə işləyirlər? Tekstildə. Məsələ burasındadır. Mən çox valideynlərin söhbət elədim ki, bu uşaqları kiçik vaxtlardan çalışdırmayın. Az əlləri iş tutan kimi, demək 10 yaşından sonra, hələ daha bəlkə də 10 yaşının altında da tekstildə ortacı deyə işlədirlər. Kömək yardım edirlər, çox kiçik, az məvazifdə maaş alırlar. Mən o valideynlərlə çox tanışmışam və keçən il bizim bir uşağımız, bir neçə uşaqlar gəldi, çox irəlilədilər, heç məktəbə getməmişdilər, amma yaxşı nəticə əldə etdiklərini eşidib, axın bu il oldu və həmin uşaqların bazıları, qardaşları da gəldi bizə davam edirlər. Dərnəyin də əsas məqsədi burada yaşayan, Türkiyədə yaşayan azərbaycanlı uşaqları təhsildən kənara qalmamasını təşkil etməkdir. Yəni, yenə deyirəm, sənətli və sənətsiz uşaqlar qarışıqdır. Hansı ki, doğulublar, 8-9 yaşları var, 10 yaşları var. Doğum şəhadətnamələri belə yoxdur o uşaqların. Amma bəzilərində sənədləri qaydasındadır, qanunla, qaydayla doğum şəhadətnamələri var. Türkiyədə qanuni şəkildə otururlar, amma valideynlər uşaqlarını məktəbə qoymayıb. Elə reportajımın qəhrəmanının da bacısı onun əldə etdiyi nailiyyətdən həvəslənərək təhsilini davam etdirmək qərarına gəlib. Azərbaycan Respublikası hansı dövlətlərlə qurduğu sərhəddir? Kim deyə bilər? İllərlə təhsil almayan uşaqları təhsilə uyğunlaşdırmaq, onları olduqları yaş qrupuna uyğun sinif dərsliklərini çatdırmaq isə elə də asan olmur. Bu uşaqlar neçə faiz təşkil edir ümumi şagirdlərin sayına baxsaq? 40%-dən çox təşkil edir deyə bilərəm. Mənim bildiyim məlumata görə, bəlkə daha çox. Yəni, çoxluğu belə təşkil edir. Məsələn, bugün mənim yazma oxuma öyrətdiyim uşaqların içində 8 yaşı, 9 yaşı olan uşaqlar var. Halbuki heç birinci sinifə gedərkən mən onlara bugün çizgi, xət çizməyə, düz xət, əyri xət yazmağı öyrədirəm. Düşünün, mən onlara hərfə keçə bilmirəm. Yaşları çoxdur, amma birinci sinif. 5-6 yaşında uşaqlar kimi biz onlara düz xət, əyri xət, 3 bucaqlı, 4 bucaqlı bunları öyrədirik.
Yəni məcbur o sistemdən başlamalıyıq təhsilin tam olması üçün. Çünki 10 yaşı olsa, 5-ci sinif səviyyəsində olanda biz çalışırıq təhsil sistemini hızlandırmaq üçün bir ilin içində bir neçə sinifə onları keçirdək. Təhsil mərkəzinin əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Tədris isə Azərbaycan Təhsil Nazirliyinin təyin etdiyi təhsil proqramına uyğun olaraq keçirilir. Məktəb büdcəsinin necə formalaşdığına gəlincə, Dərs deyən müəllimlərin maaşı nə vacibdir? O da əksəriyyət könüllüdür, amma az bir valideynlərin bir qisminə müraciət edirik ki, bizə dəstək olsunlar. Dəstək olan valideynlər var, çox cüzi miqdarda. Bütün valideynlər hamısını biz elan etmişik, təhsil tamamilə ödənişsizdir. Amma biraz kommunal xidmətlərimizdən üçün müraciət edirik, dəstək olanlar olur qismən. Amma elə valideynlər var, özləri deyir ki, mənim 2 uşağım var, heç imkanım yoxdur. Onlara hətta biz dəftər kitabına qələminə qədər biz özümüz alırıq, kömək edirik. Azərbaycanın kitabları mən şəxsi hesabımı gətirmişəm və mən onu da deyə bilərəm, hərbidən mən ehtiyatda olduğum o məvacib var idi, onun hesabına elə oradanca həm məvacibi götürdüm, oradan kitabları kargo ilə göndərdilər, oradan da götürdüm. Amma indi daha çətinləşir, çünki uşaqların sayı çoxdur və bizim ən çox ehtiyacımız olan dərs vəsaitidir. Bizə verilən dərs vəsaitləri azdır və biz onunla bütün uşaqları təmin edə bilmirik. Biz kserokopiyalarla uşaqlara kitab vermək istəmirik. Biz istəyirik ki, yenə də sifariş eləmiş Azərbaycandan öz gücümüzlə gətirməyə. Təhsil Nazirliyimizə də müraciət eləmişik, Diaspora Komitəsinə rəsmi olaraq müraciət eləmişik ki, onlar da keçən il bizə yardım eləmişlər, dərslik vəsaitinə yardım ediblər dərnəyə, amma yetərsizdir. Biz hətta deyirik ki, məsələn, yeni bu il çıxan dərs vəsiyyətləri olmaya da bilər. Keçən ildən qalan köhnə, biz onları burada cidd edərik, üzlədərik, yeniləyərik. Yetər ki, uşaqlarımızın əlində dərs vəsaiti olsun, onlar oxuya bilsinlər. Mövcud problemlərə baxmayaraq, Mübariz İbrahimov adına məktəb tipli dərnək təhsilsiz qalan soydaşlarımızı təhsilə yönləndirmək üçün əlindən gələni edir. Xüsusi elanlar hazırlanıb, Azərbaycanlıların daha çox qaldığı ərazilərdə paylanılır. Hazırda 100-dən çox Azərbaycanlının təhsil aldığı məktəb tipli dərnəkdə uşaq bağçası da fəaliyyət göstərir. Məktəbə qədər hazırlıq mərkəzində uşaqlar erkən yaşlarından təhsilə yönləndirilir, onlara Azərbaycanın tarixi, mədəni irsi və ənənələri haqqında məlumat verilir.